Hamınızın bayramınız mübarek olsun. Bu Ramazan ay boyunca elədiyiniz ibadetleri, duaları, tuttuğunuz oruçları, namazları Allah qəbul eləsin. Çox mübarək bir gündür, çox mübarək saatlardır. İlin ən fəzilətli günlərindən biri Fitr bayramı günüdür. Ramazan ayının orucu bitdikdən sonra Allah mükafat paylayır. İndi biz bilmirik göylərdə nə xəbər var. Göyün mələkləri oruç tutanlara fəxr eləyir. Bugün ibadət eləyənlərə fəxr eləyir. Biz bu bir ay ərzində Allah bizə lütf elədi. Biz istəklərimizə, bəzi istəklərimizə yox deyə bildik. İnsan imtina etməyi bacardığına görə insandır. Ona görə bayrama Fitr bayramı deyirlər. Çünki insan fitrətinə qayıdır, öz kimliyini tapır.